Ərəstun Oruclu baş prokurorluğa çağırıldı. Xaricdə yaşayan Ərəstun Oruclu cinayət məsuliyyətinə cəlb edilib. Gözaltı Qafqaz Infoya istinadən xəbər verir ki, bununla bağlı rəsmi bildiriş İTV-də yayımlanıb. Məlumata görə Ərəstun Orucluya Cinayət Məcəlləsinin 467-13 4-cü maddəsinin tələbinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib. Bildirilib ki, o bu il noyabrın 21-də 14:00-da Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir. Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2, dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi rayon məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib. Qeyd olunub ki, o 4 yanvar 2023-cü ildə YouTube internet platformasında Ərəstun Oruclunun kanalı adlı kanalda və 24 oktyabr 2024-cü il Azər Freedom TV adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb. Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər yekun qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib. Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.